Azərbaycanda qan donduran hadisə. Ana 1 yaşlı uşağını 3 gün evdə tək və ac susuz buraxdı. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb. Reportun Qərb bürosunun məlumatına görə evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib. Azyaşlı qonşuların müraciəti əsasında aşkarlanaraq xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan reportun sorğusuna cavab olaraq bildirilib ki, dərhal polis əməkdaşları sözü gedən ünvana gediblər. Orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq əməkdaşlar tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib. Uşağın sağlamlığında həyati təhlükə olmadığı məlum olub. Rayon ərazisində fəaliyyət göstərən kafelərdən birində çalışan uşağın anası ilə isə profilaktik söhbətlər aparılıb və sonradan uşaq anasına təhvil verilib.